deyəcəm ki, biz qürurla və fəxrlə bilməliyik ki, və daim içimizdə o rahatlıq olmalıdır ki, milli ideologiya yaradan, bayraqdan üzü bəri, dövlətin bütün prinsiplərini formalaşdıran Rəsulzadə Elçibəy ideologiyası məhz bizlər onun daşıyıcısıyıq, bizlər onun davamçısıyıq. Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, xüsusən bu gün strukturlaşmış ictimai palata. Ona görə də daim bu ölkənin, bu dövlətin ayaqda durması üçün, cəmiyyətə stimul verməsi üçün, möhkəmlənməsi üçün ictimai palatanın bu cür formatın qorunub saxlanması zəruridir və ictimai palatanın fəaliyyətinə yekun vurmaq, yekunlaşdırmaq adında bir məsələnin müzakirəyə çıxması başdan başa yanlışdır. Burada narahatçılıqlar var. Nədən ibarət əsas narahatçılıq? Niyə milli ideologiyanın daşıyıcıları, niyə vətənpərvər müxalifət, milli qüvvələr bu prosesdə özlərinin içərisindən namizəd müəyyənləşdirə bilmirlər? Niyə onların namizədinin vahid namizadə olmaq şansı yoxdur? Təbii ki, bu bizi üzən bir prosesdir. Təbii ki, bizim bundan narahatlığımız var. Könül istərdi ki, bəli, Azərbaycan müxalifətinin, demokratik qüvvələrin namizədi, protest elektoratının namizədi və seçilmək şansı olan namizəd milli qüvvələrin namizədi olsun. Amma reallıqlar var axı. Gəl o reallıqları. Biz illərdir bu mübarizənin içindəyik. İllərdir Azərbaycanda bu siyasi mübarizə gedir. Avtoritarizm hər gün güclənə bu illər ərzində davam edir. Bəli, Azərbaycan xalqı bizi sevir. Azərbaycan xalqı seçkilərdə bizə səs verir. Amma etiraf edək ki, Azərbaycan xalqı illərdir bu avtoritarizmin möhkəmlənməsinə göz yumdur. Ən azı pasiv münasibət bəslədi. Ən azı güclü etiraz eləmədi. Axı, bu bizim gözümüzün qabağında baş verdi. İllərdir seçkilər saxtalaşdırılmadı mı? 2003-də Müsavat Başkanı Azərbaycan xalqı onu prezident seçmədi mi? Amma bu xalq çıxıb meydanlarda onun üçün mübarizə bütövlükdə böyük bir hərəkat yaratmadı. Çəkindi mübarizədə. Hansısa səbəblərdir. Biz o səbəbləri təhlil edilənə deyirdik. Deyirdik ki, bir qrup deyir ki, müxalifət birləşmir. Çeşitli qüvvələr ətrafında birləşdirmir. Təhlil edib geopolitika ilə danışırdıq. Beynəlxalq siyasətlə bağlı deyirdik ki, hansısa super güclərin mənafeyinə uyğun deyil. Və 2003-də baş verən hadisələrdə o super güclər Gülhane Hərbi Tibb Akademiyasından Cleveland'ə qədər əməliyyatı birlikdə aparmadı mı? Biz daim təhlil edib demirdikmi ki, biz super güclərlə qarşı-qarşıya qaldıq. Biz təkcə daxili irtiza ilə qarşı-qarşıya qalmadıq. Bütün təhlillərimizdə biz göstərirdik ki, bax bu argumentlərin hər birini yox eləmək lazımdır ki, nəhayət ölkədə dəyişikliklər olsun. Milli Şuranın yaranmasının səbəbi var axı. Milli Şura Azərbaycanda avtoritarizmlə demokratiyaya keçidi reallaşdırmaq üçün yaradılır. İllərdir biz müzakirə aparıb demirmiyik ki, bütün siyasi qüvvələri birləşdirməliyik. Elə bir format tapmalıyıq ki, bütün siyasi güclər birləşdir. Nəhayət o format tapılır. Məgər Müsavat Başkanı, AXCP sədri o məsuliyyəti dərk etmirdimi ki, gedib o Milli Şura ilə bağlı müzakirələri aparanda, o güzəştləri eləyəndə bilmirdimi ki, əvvəldən hansısa formada, yekunda hansısa daha böyük güzəştlər olacaq? Təbii ki, illərini siyasətə həsr eləmiş siyasi liderlər təbii ki, girdikləri məsuliyyətin dərk edirdilər, bilirdilər hansı güzəştlərdən söhbət gedir. Bayaq qeyd elədim və yenə deyirəm, könül istər ki, demokratik müxalifətin, protest elektoratın, vahid namizədi, milli qüvvələrin təmsilçisi olsun. Amma reallıqlar başqa şeydir. İndi gəlin bizim qorxularımızı, nədir bizim qorxularımız? Bizim bütün qorxularımızı, ən əvvəl mən kiminsə, haranınsa agenti olması, kiminsə harasında işləməsi ilə bağlı fikirləri cəfəngiyat adlandırıram. Boş bir şeydir. Kiminsə arasında loyal münasibət ola bilər. Hansısa beynəlxalq birliyə loyal münasibət ola bilər. Amma bu başqa məsələdir. Gəlin baxaq, bizim bütün qorxularımızı toplayaq bir tərəfə ki, o gömrük sazişindən tut da, o ittifaqlar daxil tut da, bütün qorxularımızı bir yerə yığaq, İlham Əliyev hakimiyyətinin uzanmasını da bir tərəfə. Biz hansını seçərik? Üstəcə, bizim təbii ki, mən də təklif edirəm. Mən də arzulayıram ki, Azərbaycanda keçid dönəmi elə bir proseslə baş versin ki, orada öhdəliklər olsun, yazılı öhdəliklər olsun, 2 illik dönəm olsun, o 2 illik dönəmdə konstitusiya təşkilatları, parlament seçkiləri və sonunda prezident seçkilərinin keçirilməsi şərt kimi qoyulsun. Bundan başqa
2 il dönəm üçün vahid namizəd olan şəxsin yenidən namizədliyini verməməsi şərt kimi qoyulsun. Və bütün bu şərtlər daxilində həm İsa bəyin, həm Əli bəyin bu böyük fədakarlığını cəmiyyət qiymətləndirməyə başlayıb. Bu birliyi, bu formatı həm İsa bəyin, həm Əli bəyin hansı güzəştlər hesabına etdiyini cəmiyyət qiymətləndirir. Azərbaycan xalqı qiymətləndirir. O meydanda bizlər, cəbhəcilər, müsavatçılar, bizlər olacaq. Biz bunu reallaşdıracaq. Kim bu ölkədə hər hansı bir proyekti icra eləmək istəsə belə, o proyektin meydan vasitəsilə icra olunacaq. Meydan isə milli qüvvələrdədir, bizlərin əlindədir və biz heç zaman Azərbaycan dövlətinin, Azərbaycan xalqının əleyhinə olan hər hansı proyektin icraçısı ola bilmərik, o mexanizmin hər hansı bir formada işində iştirak etmərik. Çünki biz milli qüvvələrik, çünki biz Rəsulzadə Elçivə yolunun davamçılarıyıq və eşq olsun bu liderlər ki, millət naminə, xalq naminə, vətən naminə o böyük fədakarlığı edirlər. Eşq olsun.